Salam, bugün mən sizə coğrafya test toplusu 2025-ci il 2-ci hissə deməli son məsələlərin video dərslərini izah edəcəyəm. Məsələlərə aid Azərbaycan Respublikasının iqtisadi rayonları iqtisadiyyatı haqqında test toplusunda səhifə 267 məsələ 117-nin izahını verəcəyəm. Bütün birinci hissə və ikinci hissədəki bütün məsələlərin izahını YouTube-a yükləmişəm. Həmən məsələlərin izahına baxa bilərsiniz. Məsələ 117-nin izahını verməmişdən öncə qeydlər edək. Əhalinin təbii artımı nəyə deyilir? Fikir verək. Əhalinin təbii artımı demək demoqrafik göstəricidir. Yəni ən mühüm demoqrafik göstəricidir və təbii artım prosesində əhalinin sayı bərpa edilir, nəsillər bir-birinə əvəz edir və dünyanın müxtəlif regionlarında və ölkələrində demoqrafik vəziyyət fərqlidir. Dünyanın bəzi ölkələrində təbii artım aşağı, bəzi ölkələrində isə yüksəkdir və əgər təbii artım ümumiyyətlə nəyə deyilir? Bir dənə 10 qeyd edək. Müəyyən vaxt ərzində doğulanların sayı ilə ölənlərin sayı arasındakı fərq təbii artım yəni bununla ölçülür. Dünya ölkələrinin bəzilərində əhali əsasən təbii artım hesabına çoxalır. İnkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələr iki qrupa ayrılır. Yəni təbii artım inkişaf etmiş ölkələrdə mənfidir. Orada iqtisadi böhran baş verir. İnkişaf etməkdə olan ölkələrdə isə tərsinə iqtisadi demoqrafik patlayış baş verir və ikinci tipə aiddir. Əhalinin təbii artımı ikinci tipinə aiddir. Burada göstərilir birinci tipinə aid olanlar və ikinci tipinə aid olanlar. Demək, inkişaf etmiş ölkələr birinci tipə aiddir. İnkişaf etməkdə olan ölkələrdə isə təbii artım ikinci tipinə aiddir. Və məsələlərin izahına keçək. 117 nömrəli məsələyə baxaq. 2008-ci ildə Quba Xaçmaz iqtisadi rayonunda 480 min nəfər əhali olmuşdur. Kənd əhalisinin sayının 212 min nəfər olduğunu bilərək iqtisadi rayonda urbanizasiya səviyyəsini hesablayın. Urbanizasiya səviyyəsi dedikdə, yəni şəhər əhalisi